Salam, hər vaxtınız xeyir olsun. Xoş gördük hər birinizi. Mən Ağabəlli Saməddin. Bugün sizə ibtidai sinif imtahanında MİQ və sertifikasiya imtahanı verəcəyim müdavimlər üçün suallarımızı izah edirik. Təbii ki, kanalımızda sertifikasiya üçün də ayrıca sınav paylaşılıb. Bu sınavımız MİQlər üçündür. Amma məsləhətim odur ki, yəni MİQ və sertifikasiya imtahanı gedənlər hər iki sınağı işləsinlər. Onlar üçün faydalıdır. Başladıq. Leyla küçə heyvanları üçün boş bir qaba 0,8 litr su tökür. Bir müddət sonra qabdakı suyun 80% azaldığını görür. Gəlin biz 0,8-i biraz daha rahat bir ədəd olsun deyə millilitrlə yazaq. 0,8 litr bilirsiniz də 800 millilitrdir. Ml. 800'dür. Aha. Bir müddət sonra qabdakı suyun 80% azalır. 800'ün 80%'ini tapıram. Eləyir nə qədər? 640 və azalır. 800-dən 640'a çıxıram. Azalandan sonra 800'dən 640'a çıxandan sonra nə qalır? 160 qalır. Düzdür? 160 millilitr. Buna əsasən sondakı su miqdarı, sonra 1 litr su əlavə edirlər. 160'ın üzərinə 1000 millilitr, yəni 1 litr su əlavə edirlər. Olur 1160. İndi soruşur. Buna əsasən sondakı su miqdarı ilə başlanıcakı su miqdarına görə neçə faiz çoxdur? Biz başlanıcakı su miqdarının 800 olduğunu bilirik. Gəlin buna 100% deyək, bütöv bir ədəd deyək. Sondakı su miqdarına 1160'dır. Buna da x faiz deyək. Görə x-imiz nə olacaq? 1160'ı təbii ki vuracağıq biz 100'ə. Alınan cavabı böləcəyik 800'ə. Alınacaq 145%. İndi gözlə görürsən də əvvəl 100% olan bir şey indi 145% olubsa neçə faiz artmışdır? 45% artmışdır. Təbii ki bura 1160 yox, 1160 ilə 800'ün fərqini də yazsaz, yenə x-in qiymətini 45%-ə bərabər olduğunu görə bilərsiniz. Mən bu üsuldan istifadə elədim ki, əvvəlkisi bütövdürsə 100% isə yenisi nə qədərdir? Yenisi isə 145%-ə bərabərdir. 22-ci sualımız. Bu sualların Azərbaycan və kurikulum testlərində işləyib izahını görmək istəyirsinizsə 055 527 2599 WhatsApp nömrəsinə yaza bilərsiniz. Eyni miqdarda su axıdan 5 kran boş bir hovuzu 42 dəqiqəyə doldurur. Deməli, işçi sayı var və zaman var. 5 kran 42 dəqiqəyə doldurursa, bu krantlardan 3 ədədi eyni hovuzu neçə dəqiqəyə doldurar? 3'ü x qədər. İşçi sayı və zaman olanda qarşı-qarşıya vururuq, çünki bunlar tərs asılıdır. Qarşı-qarşıya vuranda 5 vur 42 bərabərdir 3 vur x. Təbii ki 42 ilə 3'ü ixtisar aparam 14. 5'i də 14'ə vuranda 70. Cavab oldu B variantına bərabər. 23-cü sualımız. Bir ailədə ananın yaşının atanın yaşına nisbəti ilk uşağı doğulanda 9/10 kimi idi. Yəni biri 9x idi, biri 10x idi. İkinci uşaq doğulanda 12/13 oldu. Deməli, bunların nisbəti 13'də 12 oldu. Bu iki uşağın yaşları fərqi 9'dur. Baxın, birinci uşaqla ikinci uşaq arasında 9 yaş fərq varsa, deməli, birinci uşaq doğulanda ananın və atanın yaşları neçə idisə, üzərinə 9 gələrəm. İkinci uşaq doğulandakı yaş nisbətinə bərabərləşdirirəm. Əgər bura birinciyə x yazmışsınızsa, sondakına x yazmağa ehtiyac yoxdur. Çünki siz bunları çarpaz vuracaqsınız və burada da x olsa, solda da x olsa, o zaman bunun cavabını tapmaqda çətinlik çəkəcəksiniz, yəni tapa bilməyəcəksiniz. Ona görə çarpaz vururuq. 13 vurulsun 9x üstə gəl 9 bərabərdir. 12 vurulsun 10x üstə gəlsin 9'a. Buradan da 13'ü 9x-a vuracaq əvvəlcə. 13'ü bilirsiniz ki 9'a vuranda 117 eləyir. X üstə gəlsin 117 bərabərdir 120x üstə gəlsin 12'ni 9'a vuranda isə 108 edir. Buradan da sağa keçirəndə 120'dən 117x'i çıxanda 3x, 117'dən də 108'i çıxanda 9. X də bərabərdir 3'ə. Deməli birinin 9 vur 3 27 yaşı olanda birinin 10 vur 3 30 yaşı olub. Ana və ata arasındakı yaş fərqi heç vaxt dəyişməyib, eyni qalaraq 3'ə bərabərdir. Cavab oldu E. Baxırıq 24'ə. Yaş çay qurudularkən çəkisinin 60%'ni azalır. 60% azalır nə deməkdir? Yəni 1 kiloluq bir yaş çay, yəni 1000 qramlıq bir yaş çay 60% qədər azalır quruyanda. Yəni nə qədər? 600 qram azalır. Nə qədər qalır? 400 qram qalır. Yəni 1 kilo yaşdan 400 qram quru qalır. İndi kilosu 6 manat olan yaş çay qurudulub 40% gəlirlə satıla bilir. 6 manatın 40% gəliri nə qədərdir? 6 manat bilirsiniz ki 600 qəpikdir. Bunun 40%'ni tapanda eləyir 240. Yəni 600 qəpiyi 240 qəpiyi artıranda 840 eləyir. Yəni 8 manat 40 qəpik. Yəni biz 1 kilo yaş 6 manata alsaq, onun 1 kilosunu, yaşının 1 kilosunu 40% gəlirlə, yəni 8 manat 40 qəpiyə sata bilərik.
Təbii ki, yaşın 1 kilosu da qurunun 400 qramı deməkdir. Yəni biz 400 qram qurunu 8 manat 40 qəpiyə sata bilərik. Bəs 1000 qram qurunu, yəni 1 kilo qurunu neçəyə sata bilərik? Çarpaz bunu vurub bölsəz 2100 qəpik olacaq. Yəni 21 manata sata bilərik. Cavab olacaq E. 25-ə baxırıq. Bank 1 illik kredit məbləğindən əlavə onun 18%-ni geri qaytarmaq şərti ilə kredit verir. Bu sual tiplərini diqqətli yanaşın. İmtahanda da qarşınıza çıxması böyük ehtimal olunan suallardandır. Deməli biz 90 bin manat kredit almışıq. Şərtdə yazıb. Və bunun 18% qədər də əlavə ödəniş eləyəcəyik. Bunun əlavəsi nə qədər? 90 bini deməli bölürəm 100-ə, vururam 18-ə. 16200 manat da əlavə pul ödəyəcəyik. Deməli 90 bin aldığımız pulun 16200 manat da əlavəsini ödəyəcəyik. Yəni ümumilikdə biz nə qədər pul ödəyəcəyik? 106200 manat. 106200 manat. Bu da aylıq gəliri 25 mindir. 25 min qazanır. 14500-ünü də xərcləyən bir adamdır. 25 min qazanıb, əgər 14500 xərcləyiriksə, bunun deməli cibində hər ay 10500 manat pul qalır. 10500 manat hər ay pul qalırsa, bunu da 12 aya vururam. Çünki 12 ay ərzində ödəyir axı bu pulu, yəni 1 illik pulu. 12 aya vuranda 126 min eləyir. Yəni 126 min qazanmışıq, 16200-ünü də ödəyəcəyik 1 ilə. Nə qədər qalacaq bizə? Çıxırıq bunlardan 16200-ün 19800 manat pulu qalacaq. D variantı bizim cavabımızdır. 1 il ərzində qaytarandan sonra illik qazancı neçə manat olacaq? 19800 olacaq. 26. Bir bağdan 90 səbət, o biri bağdan isə 96 səbət üzüm yığıldı. Baxın, bu sınağı işləyən miqlər mütləq bugün paylaşılan sertifikasiya sınağında işləsinlər. Orada da sizlər üçün çox vacib, düşündürücü suallar var. Bir bağdan 90, o birindən 96 səbət üzüm yığıldı. İkinci bağdan yığılan üzüm birinci bağdan yığılandan 72 kiloqram çoxdur. Birində 96, birində 90 səbət yığılıb. Aralarında neçə səbət fərq var? 6 səbət fərq var. Bu 6 səbətə görə 72 kiloqram yaranıb ortada. Yəni bu 72 kiloqram həmin 6 səbətə yerləşib. Mən də 72-ni 6-ya bölürəm, 1 səbətə 12 kilo düşür. Deməli, səbətin biri 12 kilodur. Birinci bağdan neçə kiloqram yığılıb? 90-ı vuram 12-yə. Görün, birinci bağdan neçə kilo yığılıb? 1080 kilo yığılıb. Cavab oldu A. 27. Motorlu qayıq çayın axını ilə 5 saata 72 gedir. Kater üstə gəl çay, vur 5, bərabərdir 72. Axına qarşı isə kater çıx çay, vur 5, bərabərdir 22. 5 saata 22 gedir. Motorlu qayığın sürətinin çayın axımı sürətindən çox olduğunu bilərək çayın axımı sürətini tapın. Biz burada kater üstə gəl çay bərabərdir. Əvvəlcə 72-ni 5-ə böləcəyik. Olacaq 14,4. Kater çıx bu çaydır. Kater çıx çay bərabərdir. 22-ni 5-ə böləcəyik. 4,4 olacaq. Əgər bizdən kateri soruşsa, bunları toplayıb 2-yə bölərik. Çayı soruşsa, həmin ədədləri çıxıb 2-yə böləcəyik. Qutardı. 14,4 çıxılsın 4,4 bölünsün 2. Elədir 5. Cavab oldu A variantı. 28. Bir şəhər arasındakı məsafə, iki şəhər arasındakı məsafə 360 kilometrdir. Deməli, 360 kilometr məsafəmiz var. A və B şəhərlərimiz var. Birinci maşın bu iki şəhər arasındakı yolu saatda 60 sürətlə, ikinci maşın isə saatda 90 sürətlə qət edir. Əgər ikinci maşın birinci maşından 2 saat sonra yola çıxarsa, deməli, birinci maşın 60 sürətlə gedir, düzdür. İkinci maşın 90 sürətlə. İkinci maşın 2 saat sonra yola çıxıb, o deməkdir ki, yəni birinci maşın 2 saat əvvəl yola çıxıb. 2 vur 60, 120 kilometri tək gedib, yerdə qalıb 240 kilometr, sürəti 60-dır, digərində sürəti 90-dır. Və deyir ki, əgər ikinci maşın birinci maşına 2 saat sonra yola çıxarsa və eyni istiqamət hərəkət edərsə, o birinci maşına 2 saat sonra çatar. Burada vəziyyət belədir. Bax, diqqətlə baxın. Birinci aralarındakı məsafə 360-dır. İki şəhər arasında. A şəhəri, B şəhəri, bunu bildim. Birinci maşın bu iki şəhər arasındakı yolu 60-la. İkinci maşın isə 90-dan qət edir. Əgər ikinci maşın birincidən 2 saat sonra yola çıxır və eyni istiqamət. Eyni istiqamətini biz bayaq oxumamışdıq. İndi oxuduq ki, birinci 2 saat yolda olur, gəlib çatır bu məntəqəyə. İkinci də 90 sürətlə bunun ardınca yola düşür. Yəni biz bunlar arasındakı sürət fərqini bilirik ki, 90 çıx 60 eləyir 30. 120-ni də 30-a böləndə eləyir 4. Yəni arxadakı maşın 4 saata gəlib öndəki maşına çatar. 4 saata
nə qədər yol gedib çatar? 4 saata yolu soruşsaydı 360 km yol gedib çatar. Amma bizdən yolu soruşmur. Yazıb ki 2 saat sonra yola çıxarsa və eyni istiqamət hərəkət edərsə, o birinci maşına neçə saat sonra çatar? 4 saat sonra çatmış olar. Baxırıq 29-cu sualımıza. Əvvəlcə burada 189-dan 25-i çıxacaq. 189-dan görə 25-i çıxan nə olur? 189 çıx 25 edir 164. Deməli, bu hissənin cavabı oldu 164. 164-dən 112-ni çıxıram, çıxılsın 112. Bu hissənin cavabı oldu neçə? 52. 52-ni 4-ə vuracam əvvəlcə. 52 vur 4. 208 elədi. Yəni 2 vurulsun 160 çıx 4x bağla bərabərdir 208-ə. Təbii ki, 208 də böləcəm 2-yə 104. 160 çıx 4x bərabərdir 104-ə. 4x də bərabərdir. 160-dan çıxıram 104-ü. Elədi 56. X də bərabərdir. 56-nı böləcəm 4-ə. Elədi 14. X-in cavabı oldu 14. İndi baxaq. Görək hansı fikir doğrudur. Birbaşa cavab üzərindən gedək, vaxtımız getməsin. Ən kiçik 3 rəqəmli ədədlə, ən kiçik 3 rəqəmli ədəd 100-dür. Hasili, yəni 14-ün hasili 1400-ə bərabərdir. Doğrudur. C variantı bizim cavabımızdır. 30. Radiusu 9 olan çevrənin xaricinə çəkilmiş kvadratın perimetri. Radiusu 9 olan çevrənin xaricinə çəkilmiş kvadratın perimetrini tapmaq üçün radiusu 9 olanda tərəf 18 olur. 2 dəfə böyüdür. 18-i 4-ə vurmalıyam. 18-i vuranda 4-ə 77-dir. Deməli, perimetri 72-dir. Bərabər yanlı trapesiyanın perimetri ilə eynidir. Bunun da perimetri neçə oldu? 72. Əgər bərabər yanlı trapesiyanın oturacaqları 8 və 14 olarsa, yan tərəfləri tapın. Təbii ki, 14 ilə 8-i toplayanda neçə eləyir? 22 eləyir. 72-dən həmin o 22-ni çıxanda 50. 50-ni də 2 bərabər tərəfə bölürəm. 25-25. Cavab oldu E. Həcmi 4093 kub santimetr olan kubdan kuboid kəsilib götürülmüşdür. Kuboidin uzunluğu kubun tilinə, eni və hündürlüyü isə kubun tilinin yarısına bərabər olarsa, kubun qalan hissəsinin həcmini tapın. Baxın, bizim bir dənə həcmi falan olan kub var. Belə bir kubumuz var. Və bunun həcmi 4096-dırsa, sən düşünməlisən ki, hansı ədədi 3 dəfə öz-özünə vuranda 4096 ala bilərəm. Məsələn, ağlınıza heç nə gəlmişsə, tutaq ki, 25 vur 25 vur 25 yazsan, 15000 nə qədər eləyir? Deməli, çox böyük ədədə gedənməli də. Məsələn, 15 vur 15 vur 15. 3375 eləyir. Kalkulyatla vurdum, baxdım. Tez 16-nı yoxlayıram. Axırı 6-dan qutarmağına. 16 vur 16 vur 16. 4096. Yəni, sona 6-dan bitdiyinə görə, vurma cədvəlində də 6 vur 6, 36-nı verə biləcəyinə görə, mən düşündüm ki, bunun tili 16 imiş, yəni kubdur bu. Bundan kuboidin uzunluğu kubun tilinə, deməli, kuboidin uzunluğu 16-dır. Eni və hündürlüyü isə kubun tilinin yarısına bərabərdir. Eni də 8-dir, hündürlüyü də 8-dir. Kəsib götürəcəyik kubun qalan hissəsinin həcmi. Bunu tapmaq üçün əvvəlcə böyük fiqurun həcmindən, yəni 4096-dan kiçik fiqurun həcmini çıxırıq. Kiçik fiqurun həcmi də 16 vur 8 vur 8-dir. Yəni, şəkli çəkib təsəvvür eləməyə ehtiyac yoxdur. Kəsib götürürsünüzsə, həcm azalır, dəyişir. O səthinin sahəsidir, dəyişməyən falan və s. Həcm isə dəyişir. 40096 çıx, 1024. 3072. Cavab oldu B variantına bərabər. 32. Perimetr 48 cm olan kvadratdan sahəsi 24 kvadrat santimetr olan düzbucaqlı kəsib götürürlər. Bizim bir dənə perimetr 48 olan kvadratımız var, üzr istəyirəm. Perimetri 48 olan kvadrat. Yəni tərəfi 12-dir. 12, 12 və 12. Sahəsi 24 olan düzbucaqlı kəsib götürürlər. Qalan düzbucaqlının perimetrini tapın. Sahəsi 24 olan bir düzbucaqlı kəsəcəmsə, bunu belə kəsə bilərəm. Yəni eni 2, uzunluğu 12 olsun ki, sahəsi 24 olsun. Mən deməli bu 12-dən ikisini götürdümsə, yerdə nə qaldı? 10 qaldı. Yəni, yerdə qalan düzbucağımızın eni 10, uzunluğu 12-dir. Qalan düzbucağının perimetri 12 üstəgəl 10 vur 2 bərabərdir 44. Cavab oldu B. 33. Ədədinin milyonluqlar sinifində. Baxın, bura təkliklər sinifi, bura minliklər sinifi, bu da milyonluqlar sinifi. Milyonluqlar sinifi 246-dır. Onluqların sayı deyəndə 10-da bir dənə 0 var deyə sağdan bir dənə ədədi silirəm, 24 qalır. Minliklər sinifi deyəndə təkliklər və minliklər sinifi.
Minliklər sinifindəki yüzlüklərin sayı deyəndə %2 sıfır var deyə 2 ədəd silirəm, 8 qalır. Fərqi elədi 16. Cavab oldu A. 34. Samir 2 metr 45 santimetr uzunluğundakı bir ipi kəsdi. O əvvəlcə ipdən 75 santimetr, sonra isə 1 metr 20 santimetr kəsdi. İpin nə qədər hissəsi qaldı? 2 metr 45-i 245-dən çıxıram, 75 santimetri, sonra isə 1,20-ni, yəni 120-ni. 245 çıxılsın, 75 çıx 120. Elədi 50 santimetr. İpin nə qədər hissəsi qaldı? 2,45-dən 50 santimetr qaldı. Yəni kəsdiklərini çıxartdıq, 50 santimetr qaldı. 35. Mehdinin 12 il sonraki yaşı Bəhramın 12 il sonraki yaşının 2 qatına bərabərdir. Mehdinin 8 il əvvəlki yaşı Bəhramın 8 il əvvəlki yaşının 6 qatına bərabərdir. Mehdinin indiki yaşı nə qədərdir? Gəlin 12 il əvvələ qaydaq. Mehdi və Bəhram olsun. 12 il sonraya dağılır. 12 il sonraya. Biri o birisinin 2 qatı olur. Mehdinin 12 il sonraki yaşı Bəhramın 12 il sonraki yaşının 2 qatıdır. Bəhram x-dir, Mehdi 2x-dir. 12 il sonra belədirsə, indi necədir vəziyyət? İndi Mehdi 2x çıx 12-dir. Hələ gələcəyə getməyib də, indiki zamandadır. Bəhram da 2x çıx 12-dir. X çıx 12. Mehdinin 8 il əvvəlki yaşı Bəhramın 8 il əvvəlki yaşının 6 qatıdır. Mehdinin 8 il əvvəlki yaşına qayıtmaq üçün indiki yaşından 1,8 də çıxacam. 2x çıx 20 olacaq. Mənfi 12 çıx 8, 20-lər. Bəhram da x çıx 20 olacaq. Biri oldu 2x çıx 20, biri oldu x çıx 20. 8 6 qatına bərabərdir. Mehdi böyüksə Bəhram balacadır. Balacanı 6-ya vurub bərabərləşdirirəm. 2x çıx 20 bərabərdir. 6x çıxılsın 120-yə. 4x bərabərdir 100-ə. Sola keçdiyi çıxdıq. X oldu 25. Mehdinin indiki yaşını soruşur. 2 vur 25 çıx 12. 50-dən çıxıram 12-ni bərabərdir 38. A variantı cavabımızdır. Baxırıq 36-cı sualımıza. 3-də 1 A, 4-də 1 B, 2-də 1 C. Burada gəlin 3-də 1 A-nı, yəni 1-i 3-ə bölək, 0-dan %33 olduğunu görək, bərabər. 1-i 4-ə bölək, 0-dan %25 olduğunu görək, bərabər. 1-i bölək 2-yə, 0-dan da 5 C olduğunu görək. Bilirsiniz ki, vurmada böyüyün yanında kiçik, kiçiyin yanında böyük olur. 0,5 ən böyükdür deyə, yəni 0-dan %50 ən böyükdür deyə C ən kiçik olur. Sonra böyük olan 33'dür deyə A olur, sonra da B olur. Cavabımız olacaq C, A, B. D variantı. 37. İşçilərin orta yaşı neçədir? Gəlin baxaq. Birincidə 30 nəfərin, 20 nəfərin orta yaşı 30'dur. 20-ni vurdum 30'a. Üstə gəl. Sonra 30 nəfərin orta yaşı 40'dır. 30'u vurdum 40'a. Üstə gəl. 40 nəfərin orta yaşı 50'dir. 40'ı vurdum 50'yə. Üstə gəl. 10 nəfərin orta yaşı 60'dır. Onu vurdum 60'a. Bölünsün adamların ümumi sayı. 20 nəfər burada. Üstə gəl. 30 nəfər burada. Üstə gəl. 40 nəfər burada. Üstə gəl. 10 nəfər də burada. Bərabərdir. 20'ni vurdum 30'a 600. Üstə gəl 1200. Üstə gəl 2000. Üstə gəl 600. Bölünsün. 20 üstə gəl 30 üstə gəl 40 üstə gəl 10. Elədi 100. Bərabərdir. 600 üstə gəl 1200. Üstə gəl 2000. Üstə gəl 600. 4400. 4400'ü də böləcəm nəyə? 100-ə. Bərabərdir 44 elədi. Bilirəm, bəziləriniz toplayıb sayına 4'ə bölmüsünüz. Xeyr, burada adamların sayı görürsünüz. Burada qeyd olunanlardır say. Ona görə bunların hamısını toplamaq və yuxarını da bu şəkildə hesablamaqdır. Cavabı eyni alsaz belə bu yolla gedin. Bu doğru üsuldur. 38. 4'də 3 hissəsi A olan ədədin. 4'də 3'ü A-dırsa A-nı 3'ə vurub 4'ə bölürəm və ya 4'ə vurub 3'ə bölürəm, daha doğrusu. 4'də 3 hissəsi A olan ədədin 2 misli və sonunda da bunu 2'yə vururam. Bərabərdir. İndi bu cavabı axtarmaq lazımdır. Bu 4A, düzdürmü? Böl 3 bu hissəsi. Bunu da vur 2 eləməliyik. 4A böl 3 vur 2. Qutarda 3 aşağıda deyə bölmə olur. A isə yuxarıdadır, 2 də yuxarıdadır. Vurma şəklində birləşir. Torbada 3 mavi, 7 sarı, 10 qara top var. Ən az neçə top çıxarmaq lazımdır ki, hər rəngin adı çəkirsə, ən böyükləri 7 və 10'u toplayıram. Üzərinə son cümlədəki ədədi gəlirəm. 3'ü gəlirəm. Bərabərdir. Neçələdir? 20'yə bərabər oldu. Müəllim, hamısını toplamış olduq. Neyniyək ki, hamısını toplamalıyıq.
Çünki sən digər rənglərin hamısını çıxarmalısan ki, ən böyükləri. Sonra da torbada mavilər qalsın və 3 dənə də mavi çıxarıb hər rəngdən əlində 3 dənə olsun. Müəllim, mən 9 dənə çıxararam, hər rəngdən 3 dənə olar, olmaz. Bəlkə 9-u da qara çıxacaq. Yəni elə bir ədəddir ki, onu səhv versiyaya çıxara bilməyək, səhv versiya olmasın. 20 dənəsindən nə edirsən elə, bəxtin ən pis halda gətirməsə belə bu belədir. İndi burada bəxtinizdən 3 mavidir. Burada 8 mavi olsaydı yenə 3 dənə çıxaracaqdıq son cümləyə görə. Hər sözü varsa ən böyük ədədləri topla, üzərinə son cümlədəki ədədi gəl. 40-cı sual 2/5-də 1. Gəlin 1-i 5-ə bölək kalkulyatorla 0.2 olduğunu görək və buna 2/2 yazaq. Üstə gəl 3-ü 5-ə bölək 0.6 çıx 1/6 bərabər 2/2 üstə gəl 0.6 çıxılsın 1/6 bərabərdir 1/2 D variantı. Mütləq bu sınağı işləyən MİQ müdavimlərinə bax, dönə-dönə tapşıram. Bugün paylaşılan sertifikasiya sınağında mütləq işləyin. Çünki orada da riyaziyyatdan diqqət tələb edən və kifayət qədər faydalı suallar var. Videomuzu bəyənin, paylaşın və kanalımıza abunə olmağı unutmayın.